Heç kim görməsin deyə duyğularını o qədər yaxşı gizlədirsən ki, artıq sən özün belə onları görə bilmirsən. Hisslərin içində bastırırsan. Çünki kiminsə səni anlamayacağından, kiminsə səni incitməsindən qorxursan. Amma bilirsənmi, duyğularını gizlətmək səni qorumur, əslində səni tükəndirir. Ona görə də bəzən sadəcə dayan, dərin bir nəfəs al, içindəki səsi dinlə. O səssiz səs sənə yol göstərəcək. Ağlaya da bilərsən, hiss edə də bilərsən. Çünki sən hiss etdikcə sağalırsan. Pərdəni biraz endir, ürəyinə biraz nəfəs ver. Unutma, həyat səssiz qalanda deyil, özünü dinləməyə başlayanda dəyişir. Sən özünü dinlədikcə həyat da səni dinləyəcək.